Türkiyədən Monqolistana piyada səyahətə çıxan türk bloger Oğuzxan Tıraş Azərbaycana gəlib. Azərbaycanda Gürcüstanla sərhəd rayonlarımızdan səyahətə başlayan bloger günlərlə ayaqla gəzərək Lənkərana çatıb. Abi daha bismillah yeni geldim. Her şey çok güzel. Mükemmelsiniz, muhteşemsiniz. Ben Türkiye'den başladım. Gürcistan'ı geçtim. Kazağa geldim sizin sınıra. Səyyah həmçinin onu da bildirdi ki, burada insanlar çox qonaqpərvərdir. Maşınlarını saxlayıb dəstək olmaq istəyənlər, evlərinə qonaq dəvət edənlər də olub. Başqa yerlərdə bunları görmədim. Mətbəxiniz də çox gözəldir. Hətta sizin mətbəxə məxsus olan ləvəngini də daddım deyir. Her şeyi yedim. Sizin levengiyi de yedim. Kuzu levengi bile yedim yani. Otelde kalacağım. Bir gece yarın Astara'ya gideceğim. Bir gece sonra İran. Abi güzel insanlar buldum. Tek millet, iki devlet olduğunu yazacağım zaten. O garantiyi. Ondan sonra güzel insanları, güzel hikayeler, her şeyi yazarım yani. Sonda bu səyahətin onun üçün yorucu olub olmamağı ilə maraqlandıq. Yürüdükçe ısınıyorum. Qeyd edək ki, Oğuzxan Tıraş daha bir neçə ay səfərdə olacaq. O, Azərbaycandan İrana keçəcək, səfərini Monqolistanda yekunlaşdıracaq. İlkin Rızayev, Rövşən Almazoğlu, APA TV, Lənkəran.